11 il oxuyub mart ayına qədər o səriştəni biz o insanda görmürüksə, 2 ay sonra, nə apreldə, nə mayda, nə iyunda o səriştəni o insanda formalaşdırmaq mümkün deyil. Elə müəllim varsa, gəlsin desin ki, mümkündür. Nə qədər sual yoxlayıbdırsa, o qədər də mavacib alır. Heç bir sual tədris proqramından kənar verilmir. Repetitorluqla müəllim məşğul olursa, inandırım sizi, o bizlə demək olar ki, əməkdaşlıq eləmir. Bu meydan, bu da sən. Gəlin, elmi müzakirədə iştirak edin. Bilikli müəllimlər bizə çatışmır. Hər vaxtınız xeyir, rəsmi cavab növbəti buraxılışı ilə efirdədir. Bu dəfə suallar ünvanlayıb rəsmi cavablar alacağımız şəxs Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir. Xoş gördük sizi Məleykə xanım. Salam əleykum. Öncə bu işinizin gərgin vaxtında bizə müsahibə üçün vaxt ayırdığınız üçün sizə təşəkkür eləmək istəyirəm. Abituriyentləri, valideynləri, ümumiyyətlə təhsil ictimaiyyətini maraqlandıran bir sıra məsələlər var, bir sıra suallar var. Həmin sualları sizə ünvanlamaq istəyirik. Əgər istəyirsinizsə başlaya bilərik. Buyurun, mən bütün suallara cavab verməyə hazıram. Tədris ili bitməmiş imtahanların keçirilməsi bəzi təbəqələrdə əlbəttə narahatlıq doğurur. Bu qərarın səbəbləri və mümkün alternativləri barədə nə düşünürsünüz və mart ayında buraxılış imtahanı verib attestat qiymətləndirilməsi həyata keçirilən bir şagirdin yenidən məktəbə davam etməsinin ümumiyyətlə nə önəmi var? Yəqin ki, hamının evində məktəbi bitirən şagird varsa, attestatda əllərində var. Açıb baxa bilərlər ki, attestatda qiymətləndirmə bütün fənlər üzrə, bir neçə fən üzrə, 13-14 fəndir. Mən səhv eləmirəmsə, hər il o fənlərin sayı dəyişir, bəlkə də. Eyni zamanda da ayrıca xüsusi bir demək sütun var. O sütunda 3 fəndən qiymətləndirmə gedir. Bu ana dilidir, tədris dilidir, bu xarici dildir və riyaziyyat. Mart ayından onlar gərək məktəbə axıra qədər getsinlər ki, bütün fənlər üzrə bu qiymətləndirmə aparılsın və bu qiymətləndirməni məktəb özü aparır. Ona görə də bu birinci demək amildir ki, bu məktəbə mütləq getməlidir. Daha nizam-intizam amillərini mən qoyuram qırağa, misal üçün. İkinci bir məsələ demək, biz yoxladığımız fənlərdən nəyi yoxlayırıq? Təkcə onu yoxlamırıq ki, şagird hansısa biliyi toplayıbdır. Eyni zamanda 10 il yarım vaxtda hansı səriştələr bu şəxsdə var. Ona görə də bu buraxılış imtahanının məzmunu, hansı səriştələri biz yoxlayırıq, bu hamısı hələ 13-cü ildə müzakirə mövzusuydur bizlə Elm və Təhsil Nazirliyi arasında. O zaman hələ bu uşaqlar gəlib 11-ə çatmamışdılar. Hardan qaynaqlanır bu problemlər? 2009-da bilirsiniz ki, bizim bütün təhsil sistemimizdə yeni kurikulum mövcud oldu və bütün Azərbaycan bir gündə 1-ci sinifə 2009-cu ildən gedənlər hamısı yeni kurikuluma keçdilər. Buna təhsil sistemi hazır idimi? O kurikulum çox mükəmməl bir sənəddir. Nazirlər Kabinetindən təsdiqlənib və bizə də verilibdir icra üçün. O səriştələri biz yoxlamalıyıq. Hansı ki, o kurikulumda əks alıbdır, biz onları yoxlamalıyıq. Və onun əsasında demək, məktəbi bitirmək haqqında şagirdlərə attestat verilir. Biz bunu niyə 13-cü ildə müzakirə edirdik? Niyə müzakirə edirdik? Çünki 12-ci ildə bizə tapşırıq verilmişdir ki, həmin o yeni kurikulumdan gəlib 5-ci sinifə çatan uşaqları o kurikulumun demək standartları ilə yoxlayaq. Və bu da geniş ictimai müzakirəyə çevrildi, o nəticələr yadınızdadırsa 12-ci ildə. Çünki 5-ci, 6-cı sinifin uşaqlarını biz yoxlayanda müəyyən oldu ki, yeni kurikulum əsasında oxuyan uşaqlar həmin o tələb olunan səriştələri 5-ci sinifə hələm gəlib çatıblar 5-ci sinifə, amma o səriştələr onlarda hələ ki yoxdur. Hansı səriştələr
formalaşmayıbdı? Nə problemlər var? Bu geniş müzakirə olundu. İki orqanın, o zaman Tələbə Dövlət Komissiyası və Təhsil Nazirliyinin arasında ekspertlər, özümüz bir yerdə. Biz bilirdik ki, 19-cu ildən artıq biz bu yeni imtahanlara keçməliyik. Çünki bu uşaqlar 11-ci sinifə gəlir, əvvəlcə 9-cu, sonra 11-ci. Və biz bilirdik hansı problemlərlə biz rastlaşacağıq. Və ona görə də bu imtahanın məzmunu, vaxtı, nəyi yoxlayacağıq, bu hamısı neçə illərdir ki, həmişə müzakirə olunur. Mən onu da deyə bilərəm, bu bir sir deyil. Hər belə imtahan bitəndən sonra tam datanı, tam bazanı, kim necə cavab veribdir, hansı sual necə işləyibdir, biz Təhsil Nazirliyinə müvafiq demək qurumlarına ötürürük. Onlar da bunu araşdırırlar. Bizə siz fikir versəydiniz buraxılış imtahanının məzmununa, faktiki olaraq bu 8-ci, 9-cu, biraz 10-cu sinifin proqramını əhatə edəndir. 11-ci, biz demək olar ki, həmin o buraxılışda toxunmuruq. Amma səriştələri yoxlayırıq. Və mart ayına qədər, 11 il oxuyub mart ayına qədər o səriştəni biz o insanda görmürüksə, 2 ay sonra, nə apreldə, nə mayda, nə iyunda o səriştəni o insanda formalaşdırmaq mümkün deyil. Elə müəllim varsa, gəlsin desin ki, mümkündür ki, 11 ildə bu uşaqda bu səriştə yoxdur. Səriştə deyəndə nəyi nəzərdə tuturam? Mətni oxuyub anlamaq, özü tanış olmayan mətni, dərslikdə olmayan mətni və belə-belə kurikulumun standartlarını hər bir şəxs, kim bununla əlaqədar çıxış edir, qoyub oxuya bilər və biz imtahan nəticələrini elan edəndə, izahat verəndə deyirik ki, bu tapşırıq bu standarta uyğundur kurikulumun. Bu tapşırıq hansı demək sinifin dərsliyinə əsaslanır, hansı sinifin proqramına əsaslanır. Martda bu imtahanın keçirilməsi demək bir texniki səbəbi də ondan ibarətdir ki, axı bu yazı işlərini kimlərsə yoxlamalıdır. Hələ 13-cü ildə müəllimlərin qurultayında mən çıxış eləyəndə qeyd etmişdim ki, bizə çoxlu səriştəsi olan müəllimlər lazımdır ki, onlar bu yazı işlərini meyarlara uyğun olaraq yoxlamağı bacarsınlar. Biz həmin ildən, 13-cü ildən bəri hər il açıq elan edirik ki, kim bu prosesdə iştirak etmək istəyirsə, gəlsin bizim kurslara yazılsın, keçsin, imtahandan keçsin və markerlər sırasına daxil olsun. Bəli, məndə bizdə indi 1000, müəyyən hallarda 1200 markerlər bizlə işləyir. Amma bu çox azdır. Çox azdır. Hər imtahan nəticəsi texniki nöqteyi nəzərdən skan olunması, 100.000 işdi misal üçün də və o tapşırıqlara, o imtahana aid olan meyarların hazırlanması bu təxminən bir həftə 10 gün çəkir. Ondan sonra bu yoxlama prosesi müəllimlərin sayından asılıdır. Bizdə 10.000 riyaziyyat müəllimi, 10.000 ana dili müəllimi bacaran, bunu yoxlamağı bacaran olsa, daha tez bu iş həyata keçirilə bilər. Amma bizdə bu müəllimlərin sayı çox azdır. Biz həmişə açığıq. Müəllimlər özü də birinci illər, misal üçün biz müəllimləri dəvət eləyirdik, bizim kompüterlərin arxasında oturub yoxlayırdılar. İndi bizim tam müasir bir platformamız var. O platformanın müəllifi Dövlət İmtahan Mərkəzinin mütəxəssisləridir. O platformanın, bax mən indi yol üstü konferansa gedirəm, o platformanı biz bütün dünyada göstəririk, söylüyürük, bizə elçilər düşürlər o platforma ilə əlaqədar. Bu müasir bir məsələdir, müasir bir həldir. Müəllim oturub öz evində istədiyi vaxt hər bir müəllim yoxlama ilə məşğuldur. Elə müəllim var ki, 5000 sual yoxlayıbdır. Elə müəllim var ki, 40 dənə sual yoxlayıbdır. Nə qədər sual yoxlayıbdırsa, o qədər də mavacib alır. Bu
proses, yenə də deyirəm, asılıdır ki, bizim bu prosesə nə qədər çox müəllimlər qoşulsa, onların biliyi və bacarığı bu sahədə yüksək olsa, bu proses tez gedə bilər. Amma indiki sayla bizdə bu 1 ay, 6 həftə vaxt aparır. Və imtahanlar üst-üstə düşür. Çünki əvvəlcə 11-ci sinifi biz aparırıq ki, ikinci mərhələ keçirilə bilsin və sonra 9-cu sinif. Yəni də təkrar edirəm və müəllimləri bizlə əməkdaşlığa dəvət edirəm. Mələkə xanım, bəzi abituriyentlər imtahan suallarının tədris proqramı ilə üst-üstə düşmədiyindən şikayətlənirlər və bildirirlər ki, bu üst-üstə düşmür suallarla tədris proqramı. Ümumiyyətlə, bu məsələdə Dövlət İmtahan Mərkəzinin yanaşması necədir? Abituriyentlər bunu demirlər. Bunu deyən kurs rəhbərləridir. O müəllimlərdir ki, özləri nə tədris proqramlarından, nə də kurikulumdan ola bilsin ki, tam məlumatlı deyirlər. Tədris proqramı deyəndə dərsliklər və mövcud olan dərsliklərdir və real təsdiqlənmiş kurikulumdur. Tədris proqramı onun əsasında tutulur. Heç bir sual tədris proqramından kənar verilmir. Amma biz verdiyimiz suallar düşünməyə, təhlil etməyə, səbəb-nəticə əlaqələrini tapmağa aid olan suallardır. Bu sualları verəndə hansısa bir məlumat da verilir, bir mətn verilir. Deyilir ki, bunu oxu ya da deyilir ki, bu fakt var idir. Siz necə düşünürsünüz ki, bu faktın izahı necə olmalıdır? Düşünmək tələb olunur. Bəli, dərslikdə bu yoxdur. Dərslikdə varmı? Dərslikdə var, tapşırıqlar var. Amma həmin o tapşırıq, hansını ki biz vermişik, o dərslikdə yoxdur. Soruşmaq ayıb olmasın, hansı imtahanda dərslikdə olan sual təkrarlanmalıdır? Dərslikdə elə tip suallar olmalıdır və var müəyyən dərsliklərdə, hansısa dərsliklərdə yoxdur. Amma kurikulumun tələbi bütün fənlərə aiddir və belə suallara ola bilsin, hansısa abituriyentlər çətinlik çəkirlər cavab verməyə. Çünki onlar dərslikdə olan həmin tip tapşırıqları yerinə yetirməyiblər. Biz bu istiqamətdə də çalışırıq, abituriyentlərə köməklik göstərək. Bilirsiniz ki, həmi model testləri veririk ki, bax, belə tipli olacaqdır suallar. Həmi müəyyən topluları biz əvvəlcədən nəşr edib buraxırıq və özü də topluları biz buraxanda, bilirsiniz, 3 ildən sonra, 2 ildən sonra ola bilsin imtahana elə 1-2 il əvvəl buraxırıq ki, heç olmasa bu 8-ci sinifdə olanda, 9-cu sinifdə olanda bu şagird belə tipli tapşırıqlarla tanış olsun, onların həll etməyə öyrəşsin, sonra 11-ci sinifə gəlib çatanda həmin o tapşırıq ola bilsin, həmin tipli tapşırıq onun imtahanına düşsün. Məşğul olmaq lazımdır, yalnız 11-ci sinifdə yox. Məşğul olmaq 1-ci sinifdən lazımdır. Mələkə xanım, imtahan suallarının hazırlanmasında məktəb müəllimlərinin iştirakı və onların təcrübəsindən istifadə olunması barədə nə düşünürsünüz? Bir qədər əvvəl siz buna aydınlıq gətirdiniz və digər tərəfdən həmin fənn müəllimləri repetitorluq fəaliyyəti ilə məşğul olurlar, yəni bu aydın məsələdir və əgər onlar sual hazırlanmasına iştirak edirlərsə və onların hazırladıkları suallar bazaya daxil olursa, onda və eyni zamanda da bunlar repetitorluqla məşğuldursa, bu zaman əgər eyni suallar da qəbul imtahanına düşürsə, onda ədalət prinsipinin pozulduğunu düşünürsünüzmü bu məsələdə? Sizcə bizim bazamızda hər bir fəndən neçə min sual var? Yəni kifayət qədər çoxdur suallar. 200 min, 300 min və bu suallar ha vaxt daxil olunursa o tarixdə, həmin il o imtahanda istifadə olunmur. Heç bir müəllim hardasa oturub sual yazıb imtahana vermir. Böyük bir bazadır. O bazada hər bir sualın öz demək olar ki, şəxsiyyət vəsiqəsi var. Kim yazıb, ha vaxt daxil olubdur, mənbə. Bu avtomatik olan gedən prosesdir. Ola bilsin müəllimlər kimsə müəllifdir, bizə verdiyi sualları özündə yığır. Amma o bilmir, o bizə 40 sual verəndə onu misal üçün qəbul olunur, ekspertizadan keçir, qalanını qəbul olunmursa, onun əmək haqqını alır. Amma o bilmir hansı 10 sual qəbul olundu. Bu da var, bu həmçə belə olubdur. İkinci bir məsələ,
həmin o sualların bazadan seçilməsi təsadüf ədəd əsasında aparılır. Texniki tapşırığa əsaslanaraq. Texniki tapşırıq açıq sənəddir. Biz bunu əvvəlcədən elan edirik ki, belə imtahanda neçə sual sadə olacaq, neçə sual orta səviyyəli olacaq, neçə sual çətin olacaq, hansı relevantlıq dərəcələri olacaqdır. Bunu hamısını elan edirik və nümunə veririk. Amma həmin o xanadan, orada misal üçün elə tip sualların sayı 200 dənədirsə bir xanada, ümumi mən demirəm. Ondan hansı düşəcəkdir, onu heç kim bilmir, onu mən də bilmirəm. Mən yalnız təsadüf ədədi verirəm və müəllimlər, kim demək axırıncı kitabı görəcəkdir, təciz olunurlar, heç kim onlardan əlaqədə yoxdur. Nə üçün biz bunu mexaniki eləmirik ki, müəllimlər yenə də baxmalıdır? Ona görə ki, bu sualların yazılma tarixi də müxtəlifdir və bu suallarla əlaqədar nəsə dəyişir, indi dərsliklər də dəyişir və həmin o səhv düz olmaq, mövcud dərsliklərdə hansısa demək, mövzular çıxarılır, hansısa dərsliklərə daxil olunur. Onlar axırıncı redaktaya baxmalıdırlar ki, mövcud dərsliklərə uyğun olsun bu suallar. Hansı ki, avtomatik olaraq çıxıbdır. Onların seçim imkanı yoxdur. Onlar yalnız yoxlamalıdırlar. Çünki bazı misal üçün texniki də səbəbə görə hansısa bir səhv ola bilər. Biz misal üçün bazanı Oracle-dan keçirdik ayrı bir platformaya. Orada da nəsə itə bilərdi. Belə məsələlər, ona görə bu var. Bunker müəllimlər. Onlar sual yazan və sualı imtahana ötürən insanlar deyil. Repetitorluqla müəllim məşğul olursa, inandırım sizi, o bizlə demək olar ki, əməkdaşlıq eləmir. Çünki bizlə əməkdaşlıq eləyən insanların kifayət qədər iş yükü var bizdə və onlar bununla əlaqədar əmək haqqı alırlar və özlərini reklam edib, repetitor kimi, ay mən Dövlət İmtahan Mərkəzində işləyirəm. Bu adamları biz görürük, YouTube-da da görürük, sosial şəbəkələrdə də görürük, bazada axtarırıq. Görürük ki, biz bu adamla heç əməkdaşlıq etməmişik. Ola bilsin ki, 15 il bundan əvvəl bizə 3 dənə sual veribdir. Bəli, ola bilsin. Amma başa düşürsünüz, bu ümumi prosesdir və bu proses ümumiyyətlə müəllimlər burada iştirak etməlidir. Müəllimlərin təcrübəsi artmaq üçün, müəllimlərin özlərinin demək, elmi sahədə, metodiki sahədə biliklərini yenildirmək üçün, onlar üçün bu vacibdir. Bu prosesdə nə qədər çox müəllim iştirak etsəm, o qədər mən şad olacağam. Amma mən onu deyim ki, bu prosesin əvvəlini qoyan və bazanı yaradan, mən burada işləməyə başlayandan bu başlamışdı. Əvvəllər həmin o müəllimlər girirdi içəri və sualları orada yazırdılar. 92-də də elə olubdur, 93-də də elə olubdur, 94-də də elə olubdur. 94-dən sonra artıq bu baza yaranmağa başlayıbdır. Məlikə xanım, deməli, suallardan danışmışkən, sualların bəzi ekspertlər bildirirlər ki, suallar səthi və mexanikadır. Müəyyən ekspertlər deyirlər ki, bu suallar çətindir, tapmacadır. Qəsdən bu sualları verirlər. Müəyyən ekspertlər deyir ki, bu suallar səthidir. Onu da deyim ki, həmin o testin, o test hansı ki, imtahana getməlidir. 100 sual, 120 sual müxtəlif imtahanlarda. 80 sual. Onun strukturu texniki tapşırıqla müəyyənləşir və sadə, orta və çətin suallar var hər bir testdə. Və olmalıdır. Sadə də olmalıdır, orta da olmalıdır, çətin də olmalıdır. Nə ilə narazıdırlar? Bu testin ümumiyyətlə mahiyyəti ondan ibarətdir ki, hər bir sahədə biz uşaqları bir-birindən fərqləndirmək üçün alət olsun. Bu bir alətdir. İnsanların bacarığına görə, insanların biliyinə görə, insanların səriştəsinə görə bir-birlərini biz ayıra bilək. Və bunun demək asan da olmağı, tam bütün variant asan da olmağı onlar bilə bilməzdilər. Biz hər il 12 nömrəli abituriyent jurnalını buraxıb, bu ildə o çıxıbdır və onu orada qeyd edirik. Hansı sual çətin olubdur bu ilki abituriyentlərə? Çətin o deməkdir ki, 10%-dən aşağı
nəticə göstəriblər o sualla əlaqədar. Sualın şərti, çətinliyi, asanlığı və orta olmağı imtahandan əvvəl müəyyənləşir. Amma imtahan keçəndən sonra həmin toplu üçün kim imtahanda iştirak etmişdir, real imtahanın çətinliyi, testin çətinliyi, asanlığı və orta olduğunu müəyyənləşdirir. Çünki biz görürük ki, neçə faiz buna cavab veribdir. Bu sənəd heç cürə yalan danışa bilməz. Çünki bu statistikanı 50 mini təzədən heç kim imtahandan keçirə bilməz. Bu faktlar əlimizdədir. Və demək olar ki, 100% bizim əvvəlcədən müəyyənləşdirdiyimiz o dərəcə sadə, orta və asan, çətin həmin o statistika ilə özünü təsdiqləyir. Təsdiqləməyəndə biz bunu müzakirəyə çıxardırıq və müzakirəyə biz müəllimləri dəvət edirik. Həmin fənnin müəllimləri niyə bu sadə suala belə cavab veriblər? Niyə bu sadə sual çətin kimi işləyibdir? Nələr müəyyən olunurdu? Yenə də müəyyən olunurdur ki, bu mövzu ilin axırında keçmişdi və əsasən müəllimlər onu izah etmirlər, deyirlər ev tapşırığı verirlər, gedin onu öyrənin evdə. Ona görə də o mövzuya aid olan sual düşəndə pis cavab verirdilər. Belə hərdən müəyyən olunur ki, dərslik dəyişibdir deyə bu mövzunu demək təkrar etmək üçün mənbə olmayıbdır. Bu müxtəlif səbəbləri biz araşdırırıq, bilirik və mən həmişə onun tərəfdarıyam ki, tarixçilər tarixçilərlə, riyaziyyatçılar riyaziyyatçılarla, fiziklər fiziklərlə elmi müstəvidə müzakirə aparsınlar. Elə-belə söz atmaq ki, bu çətindir, bu asandır, bu sözün arxasında durmaq lazımdır. Rəqəm biz qoyuruq. 12 nömrəli jurnalın biz ictimaiyyətə təqdim eləyəndə bu il mən bunu elan etdim ki, kim istəyir bu müzakirələrdə iştirak etsin. Bizdə həmişə açıq seminarlar var idi. İndi düzdür, axır dövrdə bu pandemiyadan sonra biz bu seminarlardan biraz uzaqlaşırdıq ki, onlayn olsun. Mən bu il isə həmin bu seminarları canlı şəkildə keçirmək üçün elan etdim ki, mən bura gəlməmişdən əvvəl mən baxdım statistikada 165 nəfər həmin o elmi müzakirələrə yazılıbdır. Mən buna çox şad oldum. 165 kifayət qədər yaxşı rəqəmdir. Amma baxıram ki, hansı demək təhsili olan insanlar var və harda işləyirlər. Əksəriyyəti adi məktəb müəllimidir. Onların arasında mən çox az gördüm o insanları ki, bir-ikisini gördüm ki, onlar özlərini ekspert kimi ictimaiyyətə təqdim edirlər. Gəlsinlər. Bu meydan, bu da sən. Gəlin, elmi müzakirədə iştirak edin. Baxın həmin o rəqəmlərə, bizim dəlillərimizə. Siz də deyin ki, məsələ nədən ibarətdir? Biz bu müzakirəyə açığıq. Təəssüflər olsun, həmin jurnalın içindən hansısa mətnləri çıxartmaq, bu rayon birincidir, bu rayon axırıncıdır. Nəyisə bu formatda təqdim etmək, çox təəssüflər olsun, medianın xəssiyyətidir. Amma real elmi müzakirənin anlamaq və onun nəticəsini ictimaiyyətə təqdim etmək. Mən çox istəyərdim ki, bizim elə araşdırıcı jurnalistlərimiz olsun və sizi də o müzakirələrə dəvət edirəm. Repetitor məsələsinə toxunmaq istəyirəm. Ümumiyyətlə, orta məktəb proqramının tədris səviyyəsi və Dövlət İmtahan Mərkəzinin imtahanlarının tələbləri arasında yaranan uyğunsuzluq, bayaq bir qədər əvvəl bundan danışdıq biz, uyğunsuzluq nəticəsində yaranan repetitor asılılığı, bu sosial ədalətin pozulması deyilmi və bu ümumiyyətlə bu sosial ədalətin pozulmasına necə təsir göstərir və dövlətin bu sahədə konkret planları varmı? Repetitorluq demək, fərdi təhsil xidməti əldə etmək, bu bilavasitə valideynlərin istəyindən asılıdır. Təbii ki, dövlət onu təmin etməlidir ki, hər bir vətəndaş məktəbdə oxuyanda proqramı tam şəkildə mənimsəsin və eyni zamanda da kurikulum tələblərinin olan o səriştələri o insanda formalaşsın. Nə üçün bu indi elə istədiyimiz vəziyyətdə deyil? Bizdə müxtəlif məktəblər var ki, reallıqda tədris səviyyəsi orada yüksəkdir. Bizdə elə özü də kənd məktəbləridir. Və siz görürsünüz, yaxşı nəticə göstərənin arasında nə qədər
demək rayonlardan, regionlardan məzunlar var. Onlar oxuyurlar, real oxuyurlar. Nə üçün repetitorluq demək indi daha çox vüsət alıbdır? Bilirsiniz, indi valideyn olan şəxslər vaxtı ilə məktəbdə oxuyanda, ali məktəbdə oxuyanda onlar elə bir qalmaqallı dövrə düşmüşdülər ki, onların təhsili, onların səviyyəsi indiki proqram ümumiyyətlə kurikulumda kifayət qədər mürəkkəbdir və demək dərsliklər də elə sadə deyil. İndiki proqramla öz uşaqlarına diqqət yetirib, onlarla birgə bu məsələləri baxsınlar. Çünki ev tapşırıqları var, onları yerinə yetirmək lazımdır. Valideyn bundan qaçır. Valideyn çalışır ki, bu məsuliyyəti kiminsə üstünə atsın, ayrı bir müəllimin. Çünki baxır dərsliyə və başa düşür ki, uşağın suallarına elə valideyn var ki, vaxtı yoxdur cavab verməyə, elə doğrudan da vaxtı yoxdur. Elə valideyn var ki, başa düşür ki, bunu özü cavablandıra bilməyəcəkdir, özü gərək məşğul olsun. Bax, bu səbəblər də var, bu da təsir göstərir. Siz mütləq repetitora getməlisiniz, yoxsa qəbul olmayacaqsınız. Bu tamamilə yanlış fikirdir və bunu formalaşdırmağa çalışan kimlərdir? O insanlar ki, Dövlət İmtahan Mərkəzindən konkret olaraq sistemin iştirakçıları, abituriyent və valideynlərin arasında durublar. Müəyyən dərəcədə, necə deyim, işgüzar insanlardır. Onlar biznes qruplar və onlar çalışırlar bu fikri hər bir adama çatdırsın ki, yox, siz bizim kursa gəlin, bizim kursun belə nəticəli kursa gəlməsəniz, bunu eləməsəniz, bu alınmayacaq. Uşaqdan asılıdır. Uşaq özünü idarə edə bilirsə, özü oxumağı bacarırsa və valideyn ona dəstək verir və evdə məşğul olmaq üçün şərait yaradıbdır və ona lazım olanda köməklik də göstərir. Elə bir ehtiyac yoxdur. Amma valideynin vaxtı yoxdursa, təbii ki, o repetitora müraciət edir. Nə üçün məktəbdə bu baş vermir? Nə üçün məktəbdə biz deyə bilmərik ki, tam şəkildə individual yanaşma var? Yoxdur. 35, hərdən daha da çox şagird var sinifdə. Mümkündürmü elə eləmək ki, bunu məktəbdə tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahanının nəticələrini də görürük və biz görürük ki, kifayət qədər lazım olan sayda elə bilikli müəllimlər bizə çatışmır. Düzdür, su yavaş-yavaş açılır, bulanlıq keçib gedir. Amma müəyyən adamlar yenə də bu prosesdə, imtahanların prosesində, biz apardığımız qiymətləndirmə prosesində çalışırlar ki, suyu biraz bulanlıq eləsinlər. Bulanlıq suda da onlar öz balıqlarını tutmağa çalışırlar. Elə söz düşmüşkən bu müəllimlərin imtahanından, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi imtahan sisteminin nəticəsində ali məktəblərin verdiyi diplomların əhəmiyyəti şübhə altına düşür. Ümumiyyətlə, bu təhsil sisteminə və cəmiyyətə necə təsir göstərir və siz məsuliyyəti hansı tərəfin üzərində olduğunu düşünürsünüz? Hər bir ali məktəbin gələn kontingenti haqqında biz hər bir ali məktəbə məlumat verməyə hazırıq. Mən bura rektorları dəvət etmişdim və izah etmişdim ki, misal üçün sizə keçid bal, 300 balla daxil olubsa kontingent, biz sizə o kontingentin riyaziyyatı nə dərəcədə bilir, kimyanı nə dərəcədə bilir, fizikanı nə dərəcədə bilir, onu verə bilərik ki, siz hər bir abituriyentin demək olar ki, bilik və bacarıq o şəklini əlinizdə olsun, qrupları formalaşdırmaq üçün, onlara tədris planı, onlara uyğunlaşdırmaq üçün biz buna hazırıq. Bu məlumatı biz ali məktəblərə verə bilərik. Onlar tədris prosesini necə qururlar? Nəticədə hansı mütəxəssislər demək, əmək bazarına çıxırlar? O artıq bizim məsuliyyətimiz deyil, universitetlərin məsuliyyətidir. Universitetlər indi kifayət qədər sərbəstlik əldə ediblər özlərini idarə etməkdə və onlara nə qədər demək, onlar nə qədər əmək bazarının tələbləri ilə öz proqramlarını uyğunlaşdırsalar,
onların məzunları əmək bazarında öz yerini tutacaqlar. Diplomların qüvvədən düşməsi ya da diplomlara hörmət azalması o universitetin reytinqindən asılıdır. Universitet, misal üçün, elə universitet var ki, ha vaxtsa bizdə var idi, belə universitetlər, özəl universitetlər. Təbii ki, o diplomlara heç kimin inamı yoxdur. Çünki biz bilirdik ki, hansı növ universitetlərdir. Mənə elə gəlir ki, bizim universitetlər tam artıq öz siyasətini dəyişiblər. Hər bir universitet indi öz reytinqinə çox ciddi yanaşır. Təkcə beynəlxalq səviyyədə reytinq əldə etməkdən başqa, eyni zamanda da əhalinin arasında universitetlərin reytinqi var axı. Onu da qorumağa çalışırlar. Çünki əhalinin arasında reytinqi universitetin yüksək olsa, orada daha yüksək ballı tələbələr o universiteti seçəcəklər. Yüksək ballı tələbələr o universiteti seçirlərsə, orada tədris prosesi qurmaq daha rahatdır. Nəinki aşağı ballı demək kontingent toplaşırsa. Amma indi bizdə orta 300 balla qəbul olunurlar. Çox az belə ixtisaslar var ki, ora 200-250 bal arasında tələbələr daxil olur. Eyni zamanda, misal üçün, indi subbakalavrlar qəbul olunurlar da. Bax, subbakalavrlar ali məktəblərə imtahansız qəbul olunmağı keçən il təxminən 5000 idir. Onlar o prosesi pozurlar, o da var. Universitetlər subbakalavrların demək bilik səviyyəsindən çox narazıdırlar. Bu müəyyən alternativ bir yol edir ki, insanlar üçün demək subbakalavr dərəcəsini əldə edəndən sonra öz istiqaməti üzrə universitetə qəbul olunsunlar. O yerlər onsuz da boş qalan yerlərdir. Onlar abituriyentlər hamısı 200 baldan yuxarı nəticə göstərən abituriyentlər hamısı o ixtisasları seçib yerləşdiriləndən sonra o yerlərə subbakalavrlar daxil olurlar. Mən heç bir problem görmürəm. Yəni, məsuliyyət belədir ki, hamımızın üzərində məsuliyyət var. Mən heç kimə deyə bilmərəm ki, heç kimin haqqında deyə bilmərəm ki, məsuliyyət onun üstündədir. Məsuliyyət hamının üstündədir. Bu məsuliyyəti hiss eləyib və bu prosesləri düzgün aparmaq, bu proseslərdə tam məsuliyyətlə yanaşıb, demək, hansısa istiqaməti vaxtında dəyişmək, bunu müzakirə etmək olar. Amma nüfuzdan düşüb, nüfuzdan düşməyib, hərənin nüfuzu onun işindən asılıdır. Təşəkkür edirəm Məleykə xanım, suallarımızı ətraflı cavablandırdığınız üçün. Çox sağ olun, sizə təşəkkür edirəm ki, siz vaxtınızı sərf elədiniz, bizə gəldiniz, qonaq oldunuz. Təşəkkür edirəm sizə, çox sağ olun. Bəli, rəsmi cavab verilişinin növbəti buraxılışı efirdə idi. Qonağımız isə Dövlət İmtahanı Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə idi. Görüşənədək.